Abşeron yarımadası ölkəmizin həm təbii coğrafi, həm də sosial-iqtisadi cəhətdən ən intensiv inkişaf edən bölgəsidir. Abşeron yarımadasının gölləri isə regionun ekoloji tarazlığını qoruyan ən həssas su hövzələrindəndir. Bu inkişafın fonunda yarımadadakı göl və su hövzələrinin mühafizəsi xüsusi əhəmiyyət kəsb edir. İrili xırdalı bütün su tutarlar ekosistemin mühüm elementi olmaqla yanaşı, ətraf mühitə təsir göstərən proseslərin əsas prinsiplərindəndir və minillərdir bu ərazinin təbii landşaftını formalaşdırır, eləcə də müxtəlif canlıların yaşayış mühiti kimi böyük əhəmiyyət daşıyır. Lakin son illərdə sürətli urbanizasiya, iqlim dəyişmələri, antropogen təsirlərin artması, sənaye və məişət tullantılarının düzgün idarə olunmaması nəticəsində bu göllərdə ekoloji tarazlıq pozulmuş, suyun keyfiyyət və səviyyə göstəricilərində ciddi dəyişikliklər müşahidə olunmuşdur. Bu isə həm ətraf mühitə, həm də əhalinin sağlamlığına mənfi təsir potensialına malikdir. Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti xidməti olaraq əsas prioritetlərimizdən biri Abşeron yarımadasındakı göllərin vəziyyətinə dövlət nəzarətinin gücləndirilməsi, çirklənmə mənbələrinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də su ekosistemlərinin bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsidir. Bu istiqamətdə xidmət tərəfindən göllərə axıdılan tullantı sularının mənbələri aşkar edilir və hüquqi qiymət verilir. Su obyektlərinin mütəmadi olaraq monitorinqi aparılır, götürülmüş nümunələr əsasında fiziki, kimyəvi və mikrobioloji göstəricilər üzrə analizlər təhlil olunur. Tullantı sularının təmizlənməsi, qanunsuz axıdılmaların dayandırılması və su obyektlərinin mühafizəsi istiqamətində kompleks tədbirlər görülür. Bərpa layihələrinin icrası və ekoloji risklərin azaldılması istiqamətində müvafiq qurumlarla əməkdaşlıq genişləndirilir, su obyektlərinin mühafizəsi ilə bağlı maarifləndirmə işləri gücləndirilir. Bizim üçün ən vacib məqam ondan ibarətdir ki, Abşeron yarımadasının gölləri yalnız bir ekosistem deyil, həm də gələcəyə ötürməli olduğumuz təbii sərvətdir. Bu səbəbdən hər bir vətəndaşı su ehtiyatlarının qorunması və göllərin mühafizəsi məsələlərində məsuliyyətli davranmağa çağırırıq. Biz bu gölləri təkcə bugünün su hövzəsi kimi deyil, həm də gələcək nəsillər üçün dəyərli təbii irs kimi qorumağa borcluyuq. Təmiz su və təmiz göllər sağlam ətraf mühitin və dayanıqlı inkişafın əsas şərtidir.